Necəsiniz dostlar? Hər biriniz İbrahim Tatlıseslə Asena'nın bir araya gəldiyini izlədiniz. Efirdən də izləməsəniz, sosial şəbəkələrdə qarşınıza çıxıb. Və bunların həyat hekayəsini mənə görə çox insan artıq bilir. İlk rəqqasələrimizdən Aytən xanım Asena'nın yaxın dostu olduğunu yəqin ki bir çoxunuz da bilirsiniz və Asena xanımın anlattıqlarından sizinlə bölüşmək istəyirəm və öz fikirlərimi burada izah eləmək istəyirəm. Yəqin ki bir çoxunuz da mənim fikirlərimdən razı olarsınız. Deməli, Asena'nın rəsmən karyerasını İbrahim Tatlıses bitirmişdi zamanında. İndi puluna görəmi, nəyinə görəmi gücü var idi. Və Asena ayağından da vurulmuşdu. Ona görə də bu qadın illərlə karyerasından uzaq qalmışdı. Hansı əziyyətləri çəkdiyini onu özü bilə bilər. Amma burada bir gözəl fikir səsləndirir. Her şey zamanında Hər şey güzel. zamanında gözəldir. Biz 25 ilimizi doldurduq. Her şey biz insanlar için mən belə başa düşürəm. iyisiyle, 25 ildən kötüsüyle, sonra tatlısıyla, Asena İbrahim acısıyla Tatlıses'in efirine görüşmediğimiz katılmağı 25 seneyi qəbul doldurduk. etməsinin səbəbi budur ki, artıq mənə etdiklərinin cəzasını Allah artıqlaması ilə verib. Mənim artıq qəlbimdə kin saxlamağımın yeri yoxdur. Yəni deməyim odur ki, zaten bax bu şəkillər öz sözünü deyir. Və insan olan bu mənzərədən hər şeyi anlayır. Biri ağlayır etdiyi əməllərə görə, biri də sevincdən ağlayır ki, ona olunan hər bir pislik cəzasız qalmayıb. Necə ki, yaxşı əməllər cavabsız qalmır, elə də pisliklər gec-tez öz cavabını alır. Ona görə də mən düşünürəm ki, pislik etməkdən uzaq duraq. Yenə insanıq, amma çalışaq ki, bax elə İbrahim Tatlısesin vəziyyətinə düşməyək. Bugün kim ayaq üstədir, kim isə sandalyada. Onun axırı, kimin əvvəli. Pulunuzla öyünməyin, gücünüzlə öyünməyin. O gücü sizə verən Allahdırsa, o gücü də sizdən ala biləcək tək Allahdır. Ona görə də çalışın, yaxşılıqları daha çox edin ki, sabah elə İbrahim Tatlısesin durumuna düşməyəsiniz. Bu mənim fikrimdir.